Məsəl üçün, kompüterimizdə müxtəlif fayllar var. Həmin faylların müəyyən ölçüsü var ki, müəyyən bir tutumu var ki, o da kompüterin yaddaşında bir yer tutur. Məsələn, müəyyən bir faylın üzərinə gələk, qovluğun üzərinə gələk və ya proqramın fərqi yoxdur. İndi bunlar qısa yollardır. Üzərində əgər belə işarə varsa, bu şəkildə bir işarə varsa, müəyyən bir qovluğun, bu qısa yoldur. Təbii ki, bunun yaddaşı daha az olacaq. Və bu faylı buradan silsək belə və ya proqramı deyək, qovluğu deyək, silsək belə bu kompüterin yaddaşından silinməyəcək öz növbəsində. Qısa yolun üzərində göstərmək istəmirəm, başqa bir dənə. Misal üçün burada bir RAR dosyasının üzərinə gələk. RAR qovluğunun üzərinə gəldiyimiz halda sıçanı üzərində klikləyirik bir dəfə. Sıçanın sol düyməsini klikləyirik və sağ düyməsini basırıq. Sağ düyməsində Propertion və ya özəlliklər hissəsi var. Menyuda özəlliklər hissəsinə klikləyirik. İndi baxın. Burada nə verib bizə? Boyut verib, yəni tutum deyib. Tutumu nə qədərdir? 1.14 GB. Bunun tutumu var. Bu qovluğun, bu RAR qovluğunun özünün 1.14 GB tutumu var. Yəni çevirsək 1 GB hardasa 140 MB kimi bir aralıq var burada. Onun şəklində. Byte-la da nə qədər verib? Daha böyük bir qiymətlər verib və hesablayıb ən sonunda 889-a bərabər eləyib. Təbii ki, burada qiymət bir trilyona bəlkə keçə bilər. Bu bizim hər bir qovluğun, hər şeyin yaddaşı olduğunu göstərir. Yəni müəyyən bir hərf yazırıq belə, həmin hərfin müəyyən bir yaddaş tutumu olacaq. Və yaddaşın tutumunu 2 dənə əsas Unicode, bir də ASCII adlanan texnologiyalardan öyrənilir. Unicode nədir? Unicode'da hər bir verilmiş simvol yaddaşda 2 byte yer tutur. Yazaq bura Unicode. Hər bir simvol yaddaşda 2 byte yer tutmuş olur. 2 byte. ASCII-də nə olacaq? ASCII-də isə Unicode'dan fərqli olaraq hər bir simvol yaddaşda 1 byte yer tutur. Bu da olsun ASCII. Yazılış qaydaları da belədir. ASCII 2 dənə i bitir axırda. Bu da olacaq 1 byte. Unicode və ASCII haqqında gələn dərs tam məlumat verərəm. Çünki gələn dərsimiz bunun ardından keçməliyik, həmin mövzunu. Və orada hesablama əməliyyatları var ki, Unicode, ASCII çox istifadə olunur. Amma ölçü vahidlərində o qədər istifadə olunmur. İlkin olaraq məlumatımız olsun sadəcə. Unicode-da necədir? ASCII-də vəziyyət necədir? Bu tamam. Sonra bizim ölçü vahidlərimiz necə işarə olunur? Hansı ölçü vahidlərimiz var? Bunlara baxaq. Birinci növbədə var bit. Bit ən kiçik ölçü vahididir. Kompüterin yaddaşında ən kiçik ölçü vahidi bitdir. Bit o qədər kiçikdir ki, yəni byte-dan da kiçikdir. Kilobayt, byte, bit, hətta biti heç baxdığımız qovluqlarda görməyə də bilirik. Gələk tam detallarına baxaq ki, orada nə qədər bit olduğunu da görək. Ən kiçiyə baxsaq, görərik ki, neçəsə kilobaytdır. Məsələn, bir boş fayl açsaq, bir boş qovluq açın burada, görün nə qədər olacaq. Bunu telefonda da yoxlaya bilərsiniz təbii ki. Bir dənə boş qovluq başlatsaq, içərisinə heç nə yazmamışıq. Yəni ən aşağı tutuma malik olan elə bu boş qovluğun özü olacaq da. Yəni Propertion hissəsinə girəndə görün nə verib? 0 byte-dır. İndi bunun içərisində nəsə yazıb bir text faylı açaq. Məsələn, bir dənə text faylı başladaq. Bura nə yazaq? Salam yazaq text faylının daxilinə. Salam yazdım və yaddaşı yazırıq. Save edirik, atırıq yeni qovluğumuzun içərisinə. Sürüşdürüb göndəririk. Yenidən Propertion-a daxil olanda nə var? 5 byte. Görün, bitdən belə söhbət getmədi. Ən minimal hissədir ki, burada belə byte-da söhbət getdi. Deməli, bit o qədər kiçik bir ölçü vahididir. Və onu qeyd edeyim ki, dediyimiz kimi, mən salam sözü bura qeyd eləmişəm. Salam sözü 5 dənə simvoldan ibarətdir.
S-A-L, amma 5 dənə simvol var. Və belə adi yazanda kompüter bunu ASCII sistemində oxuyur və hər bir simvola 1 bayt yer ayırır. Nəticədə 5 dənə simvol olduğuna görə 5 vurulsun 1 olacaq 5 bayt. Ona görə bizim ayarlar hissəsinə gəlib yaddaş özəlliklərə baxanda yaddaşın 5 bayt olduğunu göstərir. Əsas səbəbi bundan ibarətdir. Bitdən sonra gələn nə var? Bitdən sonra gələn bayt var. Bayt ölçü vahiddir. Baytdan sonra kilobaytdır. Kilobayt. Kilobayt sonra gələcək nə? Megabayt. Megabayt. Megabaytdan sonra gigabayt və ya gigabayt da deyilir. Megabaytdan sonra deməli gigabayt və ya megabayt. Gigabayt. Sonra terabayt ola bilər. Terabayt. Bizə terabayta qədər bəsdir. Ondan da böyük əlbəttə ölçü vahidləri var, amma bura qədər bilmək artıq kifayət edir. Deməli dedik ki, bit ən kiçik ölçü vahididir. Bayt isə bitdən sonra gələn kiçik ölçü vahididir və bayt təbii ki, bitdən böyükdür. Yuxarıdan aşağıya doğru gedə-gedə verilmiş ölçü vahidləri nə olacaq? Artıq daha böyük olmağa başlayacaq. Yuxarıdan aşağı gedə-gedə ölçü vahidlərinin miqdarı, həcmi daha böyük olur. Bir baytımız bərabər olacaq 8 bitə. 1 bayt bərabər olur neçə? 8 bitə. Burada yazaq. 1 bayt bərabərdir 8 bitə. 8 bit şəklində. Xatırlayırsınızsa, burada qovluğumuza daxil olduq. Qovluğumuz dedi ki, 5 bayt yer tutur. İndi içərisində böyük ehtimal ki, nəsə yazmışıq deyə 6 bayt olub. Bəli, bir dənə boşluq buraxmışıq ona görə. Çünki boşluğun özü də kompüterin yaddaşında müəyyən bir yer tutur. Bunu yadınızda saxlayın. Boşluğun özü də müəyyən bir yerə malikdir. Yəni 5 bayt oldu. Bunun yaddaşı 5 baytsa, deməli neçə bitə bərabərdir? Biz bunu tapmaq üçün həmin 5-i vurmalıyıq. 5 baytı vurmalıyıq. 1 bayt 8 bitdirsə, 5 baytı da neçə bit olduğunu tapanda 5-i 8-ə vurduq. Cavab olacaq 40 bitə. Deməli, bu eləcə 40 bitə bərabərdir. Və ölçü vahidlərini ifadə eləyəndə, 2-nin qüvvətlərindən istifadə etmək lazımdır. Çünki hamısı ikilik say sistemində verilir. Bunun əsas səbəbi budur. Kompüter yaddaşında, kompüter bizim bildiyimiz dilləri oxuya bilmir. O, ikilik say sistemində çalışır. İkilik say sistemi də sadəcə 1-dən və 0-dan ibarətdir. Burada əlavədən 3, 4 və s. başqa bir qiymət ola bilməz. Başqa bir element ola bilməz. Say sistemlərini keçəndə daha ətraflı bunun haqqında, say sistemləri haqqında danışacağıq. İkilik say sistemində olduğu üçün 2-nin qüvvəti şəklində göstərmək vacibdir. Deməli, 1 bayt 8 bitə bərabərsə, eləcə 1 bayt neçəyə bərabərdir? 2 üstü 3 bitə bərabərdir. Deməli, bitlə bayt arasında 2 üstü 3 qədər fərq var. 2 üstü 3. Belə ifadə eləmək olar. Sonra, baytla kilobayt arasında nə qədər fərq var? 1 kilobayt. Kilobaytı qısaca KB deyə də ifadə eləmək olar. Kilobayt. Bunun qısaltmasıdır. 1 kilobayt da neçə bayta bərabərdir? 1024 bayta bərabərdir. Yanınızda saxlayın. Sadəcə olaraq bitlə bayt arasında 2 üstü 3 qədər fərq olacaq. Artıq digərləri, qonşular arasında həmişə 1024 qədər fərq olacaq. 1024 dəfə fərq olacaq. Baytla kilobayt arasında 1024 dəfə fərq olacaq. Yəni 1 kilobayt bərabərdir 1024 bayta. Və ya 1 kilobayt bərabərdir 1024 nəyə bərabərdir? 2 üstü 10-a, yəni 2 üstü 10 bayta. Gəlib burada da göstərsək, demək necə göstərik?
Buna uyğun da burada xəttlər çəkim. Birinci tam bura düşür. Baytla kilobayt arasında 210 qədər fərq var. Kilobaytla da megabayt arasında eyni şəkildə qonşular arasında həmişə yuxarıdakı qonşu ilə aşağıdakı qonşu arasında bu məsələn megabaytdan söhbət gedir. Megabaytla kilobayt arasında 210 fərq olacaq. 2 megabaytla gigabayt arasında yenə 210 qədər fərq olacaq. Gigabaytla da terabayt arasında 210 qədər fərq olacaq. Bunu yadınızda saxlayın. Sadəcə olaraq bitdən bayt arasında 8 dəfə fərq olur. Digər qonşular arasında həmişə 2 + 10 dəfə fərq olmuş olacaq. Hesablama əməliyyatları eləyəndə elə qısıl qaydamız budur. Bunu başa düşsəz, rahatlıqla hesablaya biləcəksiniz. Belə deyək, belə bir misal yazaq. Məsələn, biz tapmalıyıq ki, bəs 1 gigabayt, gigabayt da qısa GB kimi yazmaq olar. 1 gigabayt bəs neçə bayta bərabərdir? Bunu tapmaq lazımdır. X bayt yazıram qarşısında. 1 gigabayt neçə bayta bərabərdir? Təbii ki, gigabayt baytdan böyükdür və böyükdən balacaya keçiriksə, çevirmə əməliyyatı aparırıqsa, bunu 240 milli. yine bunu deyəcəm onda. 1 gigabayt bayta çevirəndə, ümumiyyətlə çevirmə əməliyyatı aparanda metrlə santimetr, santimetrlə millimetr bu çevirmə əməliyyatlarından yadda saxlaya bilərsiniz. 1 metr bərabərdir. Məsələn, neçə santimetr? 1 metrlə santimetr arasında 100 dəfə bir fərq var və metr santimetrdən böyükdür deyə biz nə eləyirik? Metr santimetrdən böyüksə, böyükdən kiçiyə çeviririksə, aradakı fərqə vururuq. Biri 100-ə vururuq, olacaq 100. Əgər mən 1000 santimetri metrə çevirirəmsə, görürəm ki, santimetr nədir? Metrdən kiçikdir, həqiqətən. Və kiçikdən böyüyə çevirirəmsə, aradakı fərqə bölmək lazımdır. Böləndə də biləcəm ki, 10 metrdir. Buradakı əsas məntiq də bundan ibarətdir. 1 gigabayt neçə bayta bərabərdir desək, belə manual olaraq da hesablaya bilərik. Megabayta qədər 10, kilobayta qədər 10, daha 10 olacaq 20, bayta qədər də 30. Yəni 230 qədər fərq olmuş olacaq. Çünki 3 dənə. Arada 3 dənə bayta gedənə qədər 3 dənə əlavə ölçü vahiddən keçməlidir. Və böyükdən kiçiyə çeviririk deyə ona görə aradakı fərqə vururuq. Yəni biri vururuq 230-a. Bu da bərabərdir 1 gigabayt 30, yəni 230 bayt deməkdir. Və ya belə çevirmə əməliyyatı aparaq indi. Deyək ki, 8 terabayt neçə kilobayta bərabərdir? Bunu hesablaşsaq, necə eləyərik? 8-i təbii ki, 2-nin qüvvəti şəklini göstərmək məntiqlidir. Göstərir 203 bəli, 203 terabayt kimi göstərərəm. Və terabayt böyüdür, terabaytla. yoxsa kilobayt böyüdür? Terabaytla. Böyükdən kiçiyə çevirirəmsə, nə etmək lazımdır? Vururuq mən. Vururuq. Arada nə qədər fərq var? 203 vurmalıdır. Gigabayt, megabayt, kilobayt. Arada 230 qədər bir fərq var. O da 293 eləyəm. Bu da edəcək, bilirik ki, üstü qüvvətlər. Əgər əmsallarımız eynisə, üstü qüvvətlər toplanır vurma əməliyyatında. O da olacaq 233 kilobayta. Yəni, istənilən misal verilsin. Bunun əsas mahiyyəti bundan ibarətdir. Ölçü vahidlərin bu yolla hesablayırsınız. Adi toplamadır, çevirmə əməliyyatlarıdır. Yazırıq və əgər bir texniki səhvimiz yoxdursa, o variant 100% o cavab da doğru alınacaq. Başqa görək, toplu ilə baxsaq, fərqli bir hissə varsa, onu da izahını verim. Demək, burada adi hesablamalardır. Adi hesablamalardır ki, bir fərqli hissə yoxdur. Aha, adi hesablamalardır, başqa heç nə yoxdur. Ümumi də 40 dənə də sualdır burada. Toplu əsasında 40 dənə sual olacaq. Görün, başa düşmədiyiniz hissə varmı?
Aydındır müəllim. Aydındır.